Her vaxtınız xeyir olsun. Buzovna sevenler. Hoş gördük herkesi. Bu gördüğünüz 210 kvadrat metr sahəsi olan həyət evi satışa çıxdı. 2 sot yarımın içində yerləşir. Burada 7 metr uzunluğunda, 3 metr enində, 1,55 dərinliyində hovuzu, mangalı, maşın saxlaya biləcəyiniz bir yeri, daimi yaşayış olan bir yerdədir. Mərdəkana, daha doğrusu üzü Bilgiyə gedəndə Buzovna yolundan yolun sağ tərəfinə düşür. Mərdəkana girməmiş sağ tərəfə düşür. Bir tərəfi də Şağan sayılır. Gördüyünüz kimi görürsünüz 1, 2, 3, 4, 5, 6 kürsülü bir evdir. 6 daş üstündə tikilib. Hələ bir 2 daş da mütləq ki evdə itib 8 daş üstündə tikilib. Ev tam monolitdir. Birinci mərtəbə monolit, ikinci mərtəbə monolit, dam monolit. 3 dənə monolit var. 8 kolon üstündə tikilib. Qiyməti də münasibdir. 285 min manatdır bu evin qiyməti. Zalını görürsünüz. Qəşəng də. Allah olmayanlara nəsib eləsin inşallah. Arzusunda olanlara nəsib eləsin. Burada mətbəxini görürsünüz. Sanitar röşanına getdim. Mən də buranı göstərdim. Burada mətbəxi. Evdə ümumilikdə 4 yataq otağı var, 3 yataq otağı yuxarıdadır, biri də aşağıdadır. Gedək ikinci mərtəbəni göstərək. Birinci mərtəbə tam isti döşəməlidir. Ya Allah. Qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə demək 3 dənə yataq otağı var. Hardan başlayaq? Buradan başlayaq dolabdan. Burada bir dənə dolab otağı. Burada 19 kvadratlıq birinci yataq otağı. Burada 23 kvadratlıq yataq otağı. Maşallah yataq otaqları da genişdir. Qiyməti də münasibdir. Vallahi bu evi almağa dəyər. İkinci mərtəbə radiatorlarla isinir. Bu da 30 kvadratlıq yataq otağı və özünün sanitar qovşağı. Bir dənə də eyvanı var. Gedək eyvanda salonlaşaq. Bu arada bunu demək yadımdan çıxmışdı. Burada prillalar olacaq. Yəni evdə yekunlaşmayan xırda işlər var. Gəldik bir videomuzun daha sonuna. Buzovnada 2 sot yarımın içində bu evi sizlərə təqdim elədim. 210 kvadrat metrdir. Qiyməti 285 min manatdır. Abunə olmamışsa abunə olun, like'larınızı gözləyirəm. Allah ruzunuzu bol eləsin, can sağlığı versin. Özünüzdən müğayət olun, görüşərik.